Demek birinci tapşırığımız S beraber 1 bölünsün 1 vur 2 vur 3. 1 bölünsün 2 vur 3 vur 4 və s. Bunu hesablamaq üçün biz parçalama üsulundan istifadə edirik. Baxın, lap birincidə 1 bölünsün 1 vur 2 vur 3'ü. Diqqət eləsək 3 ilə 1'in fərqi 2'dir. Demək biz bax bunu bu şəkildə gətirə bilirik. 2'də 1, 1 bölünsün 1 vur 2, 1 bölünsün 2 vur 3. O qaydada hər birini elə bir dəfə mənfi müsbət ixtisar gedir. Sonunda nəticə belə alınır. Bax, amma qısa olaraq da bunu teleskopik götürsək, 3'dən 1'in fərqi, 4'dən 2'nin fərqi, hamısı 2'də 2 olduğuna görə 2'də 1'i ortaq vuruq xaricinə çıxardırıq. Ən birincidə ən kiçikləri götürürsünüz. 1 bölünsün 1 vur 2. Ən axırıncıda isə ən böyükləri götürürsünüz. 1 bölünsün 9 vur 10. Nəticədə ortaq məxrəcə gətirib alırıq 2'də 1 vur 90'da 44. İxtisar gedir, cavab 45'də 11.